Salamünaleyküm dəyərli şəhərlər. Kimya 7-ci sinif 1.4-cü mövzu, yəni metallar və onların xassələri mövzusunun video dərsinə başlayaq. Bismillah. İnşallah bu dərs ərzində biz nələr öyrənəcəyik? Metallarla tanış olacağıq, metalların xassələrini öyrənəcəyik və özümüzü yoxlayacağıq. Gəlin birinci deməli başlayaq bu metallarla tanışlığa. Əzizlərim, metallarla tanışlıqda nəyə diqqət eləyək? Baxın, bu üç gördüyünüz deməli əşya. Bunların üçü üçün də ortaq xüsusiyyət nədir? Bunu mən dərs edəndə şagirdlərə deyirlər, ay müəllim, üçü də mətbəxdə istifadə olunur. Tamam da, düz deyirsiniz, amma bunların materialına bir diqqət eləyək. Bunların üçünün də materialı, dostlar, metallardan hazırlanıb. Deməli, metallar bizim məişətimizdə daha çox istifadə elədiyimiz materialdır, belə deyim. Əşyalarımızın materialı metallardır. Biz məişətimizdə misdən istifadə edirik, alüminiumdan istifadə edirik, dəmirdən istifadə edirik, ən populyar elementlər. Məişət əşyalarının hazırlanmasında bunlardan istifadə edirik. İndi biz baxacağıq bu metalların xassələrinə. Dəyərli şəhərlər, metalların xassələrinə görə onların istifadə təyinatları müəyyənləşir. Yəni, nə demək istəyirəm? Gəlin, birinci metalların hansı xassələrinə diqqət edək. Ərimə temperaturu, aqreqat halı, metal parıltısı, bərklik və sıxlıq məsələlərinə diqqət edək. Öncəlindən ərimə temperaturu. Dəyərli şəhərlər, metalların içərisində ən gec əriyən, yəni ərimə temperaturu ən yüksək olan metal wolframdır. Wolfram, baxın, bu lampanın içində olan bu hissəyə diqqət edin. Bu hissə metaldan, wolframdan hazırlanıb. Wolfram əriməyə qarşı dəhşət dərəcədə davamlı, dirəncli olduğuna görə lampanın içərisində közərir, amma ərimir qalır. Yəni, onun yerinə, məsələn, bir düşünün, onun yerinə əgər alüminium olsaydı, çoxdan əriyib gedmişdi. Və digər metallar olsaydı, o həmin temperaturda dözsün. Özü də çox incə bir teldir o. Həmin incəlikdə, yəni bir çox metallar olsaydı, əriyib gedərdi. Amma wolfram ərimir, dözür o möhtəşəm temperatura. Deməli, qısası, ən gec əriyən metalımız nəymiş? Wolframmış. Metalların içərisində ən tez əriyən metalsa civədir. Mən onların işarələrini də qoyasım. Wolfram işarəsi, baxın belə, Volkswagen işarəsi kimi W olur. Sonra bu oldu, wolfram ən yüksək ərimə temperatura malik element. Bu gördüyünüzdə civədi ən aşağı ərimə temperatura malik elementimiz də civədir. Civə artıq otaq temperaturuna, yəni 20 dərəcə Selsiusda artıq civə maye haldadır. Təsəvvür edin, o qədər tez əriyən bir metaldır. Sonra gəlir aqreqat halları. Dəyərli şəhərlər, bütün metalların aqreqat halları bərkdir. Söhbət yəni adi şəraitdə gedir. Bir dənə civədən başqa. Bir dənə burada istisna civədir. Civənin aqreqat halı nədir? Dəyərli şəhərlər, mayedir. Bir dənə civə mayedir. Qalan bütün metallarımız aqreqat halları bərkdir. Gələk metal parıltısı. Deməli, metallar nə edirlər? Metallar üzərinə düşən işıq şüalarını əks etdirirlər və nəticədə xüsusi bir parlaqlıq yaranır. Bu da olur metal parıltısı. Bunu bu arada yanlış anlamayaq. Məsələn, burada bir qızıl sandığı var. Qızıl sandığın o dizi filmlərində falanlarda olur da. Qızıl sandıq qaranlıq bir mağaradır. Qızıl sandığın ağzını açırlar, hər tərəfə işıq saçır. Yox elə bir şey. Yəni, bunun üstünə işıq düşməlidir və bu həmən işığı yaymalıdır. Yoxsa qızıl özündən işıq saçsın, elə bir şey yoxdur. Hə, radioaktivlik ayrı məsələdir, dəyərli şəhərlər. Bu, yəni qızıl dediyimiz radioaktiv bir element deyil, özündən şüa, işıq saçsın, elə şey yoxdur. Metal parıltısı deyəndə metallar üzərinə düşən işıq şüalarını əks elətdirirlər. Məsələ budur. Sonra gəlirik, dəyərli şəhərlər, bu arada bəzi qeyri-metallarda da var bu, amma bu metallara məxsus qabiliyyətdir. Bu metal parıltısının olması. Adına da baxın, metal parıltısı. Metallara məxsus bir şeydir. Sonra gəlirik sıxlıq və bərklik. Dəyərli şəhərlər, metalların əksəriyyətin sıxlığı yüksəkdir. Və buna görə də onlar bərkdirlər, möhkəmdirlər. Və bu xassədən istifadə edirlər insanlar, bunların möhkəmlik xassəsindən istifadə edirlər. Metal konstruksiyalar hazırlanır. Məsələn, deyək, körpülər görmüşsünüzdə metal konstruksiyadan ibarət körpülər var. Ki, onlara əlavə şeylər də əlavə olunur. Məsələn, deyək ki, evlərdə də metal konstruksiya birinci quraşdırılır, ondan sonra ona beton falan əlavə olunur. Deyək ki, sement falan əlavə olunur, bir beton hazırlanır. Demək istədiyim, deməli, metalların bu belə bir sıxlıq və bərklik xüsusiyyətləri də varmış. Düzdür, bəzi metallar var, həddən ziyadə yüngüldür. Məsələn, litium çox yüngüldür. Metalların içərisində, məsələn, osmium həddən ziyadə ağırdır. Belə ağırlığı, yüngüllüyü bir-birinə fərqlənən metallarda varmış. Keçək növbəti məsələmizə, xassələri davam edək. Dəyərli şəhərlər, metalların növbəti xassələri istilik keçiriciliyi var, elastikliyi, daha doğrusu plastikliyi var, elektrik keçiriciliyi var və istidən genişlənmə qabiliyyəti var. Dəyərli dostlar, birinci baxaq elektrik keçiriciliyi məsələsi. Dəyərli şəhərlər, metalların demək olar ki, hamısı elektriki keçirə bilir.
Sadəcə onların içərisində bəziləri var ki, elektriki çox super keçirir. Elektriki super keçirən metallardan bir neçəsini sizin üçün qeyd edirəm. Birincisi gümüş. Elektriki çox super keçirir. Sonra ikinci yerdə dayanır kuprium, yəni mis. Sonra gəlir qızıl, yəni aurum. Sonra da gəlir alüminium. Bu dörtlük elektrik keçirmə qabiliyyətinə görə zirvədədir. Bu yanlış anlaşılmasın. Müəllim dedi ki, gümüş elektriki daha yaxşı keçirir. Deməli, dəmir keçirməz. Yox elə bir şey. Dəmir də keçirir. Sadəcə olaraq mən ən super keçirən, elektrik ən əla keçirən elementləri burada yazdım sizin üçün. Deməli, və buna görədir ki, metallar elektriki əla keçirirlər deyə bizim istifadə etdiyimiz o borular ki var, borular deməyim, elektrik naqilləri ki var, onlar metallardan hazırlanır. Çünki onlar elektriki əla keçirirlər. Onların içərisinə diqqət edin, onların içərisindən mis tellər uzanır və yaxud da alüminium tellər uzanır. Təbii ki, gümüş və qızıldan istifadə etmək bir balaca məsrəfli olar, xərci daha çox olar. Ona görə insanlar elə gümüşdən, alüminium, daha sonra misdən və alüminiumdan istifadə edirlər elektrik naqillərində. Sonra da istilik keçiricilik qabiliyyəti. Dəyərli şagirdlər, evdəki qazanlara bir diqqət edin. Əksəriyyəti metaldan hazırlanıb. Metallar istiliyi əla keçirirlər ki, o həmin əşyaları da metallardan hazırlayırlar. Ki, qoy yemək bişsin də, belə deyim. Sonra da plastikli. Plastikli nədir? Metallar döyülüb yaslana bilirlər. Bu nə deməkdir? Elə ki, onlara döyülüb yasladılar və sonra həmin formanda alır. Deyək ki, məsələn, yəqin ki, YouTube videolarında falanlarında o zərgərlərin əl işlərini görmüşsünüz. Döyürlər qızılın təpəsinə, gümüşün təpəsinə döyürlər. Orada nə bilim, üzük düzəldəcəklər, sep düzəldəcəklər, nə bilim, nəsə bir şeylər düzəldəcəklər artıq. Burada məsələ metalların plastikli xüsusiyyətindən istifadədir. Ən plastik metal da qızıl hesab olunur. Deyirlər ki, 1 qram qızılı, təsəvvür edin, 1 qram qızılı dartıb ondan 3 kilometr uzunluğunda sap hazırlamaq mümkündür. Təsəvvür edin, görün, nə qədər plastikdir ki, 3 kilometrlik bir sap hazırlamaq mümkündür ondan. Və yaxud da onu döyüb yasladırsınız, 0,3 millimetr qalınlığında lövhə hazırlamaq mümkündür. O qədər incə bir lövhə hazırlamaq mümkündür onu döyə-döyə. Qısası dəhşətli dərəcədə plastik bir metaldır. Sonra metalların bir də istidən genişlənmə qabiliyyəti var. Əzizlərim, biz bu qabiliyyəti hər birimiz görmüşük. Allah biraz az nəsib eləsin bunu görməyi, amma hər halda xəstələnəndə bunu biz görmüşük. Hər birimizin evində yəqin ki, termometr var. Termometrdə belə qəşəngdir, belə çırpırlar onu birinci, yəni belə şeylərdə yerlədirlər. Göstəricisini aşağı salırlar. Ondan sonra da qoyurlar qolun altına. Bədənimizin temperaturunun təsirindən, baxın, termometrin bu nahiyəsində civə var. Həmən civə istidən genişlənir. Yəni, bizim bədənimizin temperaturu nə qədər yüksəkdirsə, o civənin göstərişini o qədər yuxarıya qaldıracaq. Və sonra biz göstərişə baxırıq, görürük ki, deyirik, Allah qorusun, bunun qızdırması var və yaxud da qızdırması yoxdur. Qısası demək istədiyim, biz termometrdə civənin istilikdən genişlənməsi xassəsindən istifadə elədik. Gələk, dəyərli şagirdlər, indi özümüzü yoxlayaq. Dəyərli şagirdlər, diqqətiniz üzrə təşəkkürlər. İnşallah növbəti dərslərdə görüşərik.